Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin Yaşıldərə yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Amma buna baxmayaraq ev bütün əşyaları ilə birlikdə yanaraq külə dönüb. Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 100 kvadrat metr olan 3 otaqlı ev tamamilə yanıb. Evdəki əşyalar da yanaraq yararsız hala düşüb. Hadisə yerinə cəlb olunan yanğın söndürən qüvvələrin səyi nəticəsində alovun yaxınlıqdakı digər mənzillərə keçməsinin qarşısı alınıb. Qonşu evlər mühafizə olunub.